Hər vaxtınız xeyir. Deməli, adım Kənandır və bu mənim ASMR kanalımdır. Yeni gələnlər üçün özümü təqdim elədim. Bir-iki şey demək istəyirəm sizə, dostlar. Mən müəyyən müddət aralanmışdım, elə bil ki, belə deyək də. Mənim birinci videom əslində müəyyən qədər baxış yığıb, like sayı yığıb və belə deyək, yaxşı şərhlər gəlib sözün əsl mənasında. Sadəcə bilirsiniz necədir? Mən rebranding işi aparırdım. Yəni, nə bilim, kanalın adını dəyişməklə məşğul idim, username təyin eləməklə məşğul idim və deyək. Kontenti elə bil ki, müəyyən yerlərə köçürdüm və yaxud da ki, sildim. Sadəcə Instagramda və yaxud da TikTokda saxladım, belə deyək. Yəni, mən tip bu cür təkmilləşdirmə işi aparmışam. Yəni, mənim istəyim ondan ibarətdir ki, dostlar, ASMR izləyicilərini bir kanalda toplayım. Yəni, bura gələnlər belə hər şey qarışıq baxmasınlar da. Yəni, əgər kimin ürəyi istəyəcəksə, gedəcək başqa kanalımda baxacaq o şeyə, düzdürmü? Yəni, ən çox da diqqəti burada görürəm ki, ASMR-ə yönəldir insanlar və elə abunə olurlar. Ona görə də mən qərar aldım ki, bu işi görüm. İndi nə demək istəyirəm? Ümumiyyətlə Azərbaycana çox az ASMR-tistlər görmüşəm. Ümumiyyətlə oğlan ASMR-tist görməmişəm. Deyəsən elə mən özüm olacağam, belə başa düşürəm. Mən daha çox ASMR-ə dostlar ingiliscə baxıram. ASMR yaradıcıları dəhşət doludur. Yəni ingiliscə, yəni bildiyimə görə də təbii ki, də gedəcəm ingilis dilli ASMR-tistlərə baxacağam. Və təbii ki də ingiliscədə ASMR yaratmaq fikrim var. Ümid eləyirəm ki də böyük bir segmenti toplamaq olar. Yəni sırf Azərbaycan segmenti ilə belə deyək, kifayətlənmək istəmirəm. Yəni bu qədər. Görək necə olur. Belə, görüşərik. Özünüzə yaxşı baxın. Negativdən uzaq olmağa çalışın. Özünüzü sakitləşdirməyə çalışın. Nə probleminiz varsa, nə incikliyiniz varsa, nə çətinlikləriniz varsa, ümid eləyirəm ki, qaydasına düşəcək. Görüşərik dostlar.